Məşhur bir dənə tarixçi var, Niall Ferguson, İngilis tarixçisidir. Və çox gözəl kitab yazıb, West and the Rest, Qərb və Şərq, belə baxanda və digərləri. Və çox gözəl bir tezisləri ortaya atıb ki, nəyə görə Qərb ölkələri inkişaf ediblər, qabağa gediblər, Şərq ölkələri arxada qalıblar. Və burada 4 dənə tezisdir. Birincisi olaraq deyirdi ki, sərbəst məhkəmələr olmalıdır, azad məhkəmələr. Bu öz yerində. Sonra deyirdi ki, məsələn, rəqabət olmalıdır ölkədə, iqtisadiyyatda. Bunu da başa düşdük. Üçüncüsü, sonra deyirdi ki, məsələn, mülki hüquq olmalıdır cəmiyyətdə ki, heç kəs mülkü əlinizdən ala bilməsin. Və nəhayət dördüncüsü, ən vacibi elmə və innovasiyaya gətirən bir xüsusiyyət ondan ibarət idi ki, Qərb elmə biznes kimi baxır. Şərq isə buna incəsənət kimi baxır. Bu yanaşmamız indiyə kimi də var. Bu Sovetdən də qalandı. Bizdə Sovetdə yalnız hərbçilər, hərb tərəfi gedirdi ki, biznes kimi baxırdı. Amma bizdə Azərbaycanda və istəyir o birisi ölkələrdə elmə biz sırf olaraq incəsənət kimi baxırıq. Bunun arxasında biz biznes görmürük. Məsələn, bütün ixtiralar nəyə görə Qərbdə baş verir? Hansısa bir, məsələn, Elon Musk hansısa bir ixtiranı eləyəndə o fikirləşmirdi ki, kimsə mənə çox sual verəcək, ya da qramata verəcək, ya da sertifikat verəcək. Onu mən fikirləşmirdi. O fikirləşirdi ki, mən bunun arxasında necə pul qazanacağam. Yaxşı bir dənə söz var, deyir ki, bugün Amerikada şair niyə yoxdur? Azərbaycanda siz çox üzrdən bu ifadəyə görə, harada daş atırsan, qabaqla şair çıxır. Amma Amerikada bir dənə də şair yoxdur. Hara baxırsan? Çox. Amma Amerikada şair niyə yoxdur? Mən bunu da sual verəndə dedilər ki, bizdə də şair var. Amma bizdə şair çox üzrdən gəzib yalandan demir ki, mən şairəm. O hansısa bir şeiri yazır, müğənniyə verir, müğənni gedir mahnısını oxuyur, müğənni qazanır, musiqiçi də qazanır, şair də qazanır. Ona görə öz adını şair qoymur. O sadəcə olaraq musiqi yazan bir insandır. Yəni ki, kitablara buraxır və s. O fərqli bir şeydir. Və ona görə bu birincisi komponent ondan ibarət olmalıdır ki, mən hansısa bir ixtira eləyirəmsə, mən nəyisə bugün yazıramsa, bunun arxasında biznes olmalıdır. Yəni, mən bunu yazmamalıyam, cəmiyyət üçün öz yerində yaza biləm. Bugün açıq-aşkar desəm, kimsə Nəsimidən yazsa, heç bir biznes gəlib deməz ki, gəlib pul ged Nəsimidən yaz. Bunu artıq dövlət bunu eləməlidir ki, bu bizim irsimizi qaldırsın. Amma durub bugün mən hansısa bir, nə bilim, hansısa bir ixtiranı eləmək istəyirəm, bunu dövlətdən istəmək, pul biraz düzgündür. Bu artıq siz özünüz axtarmalısınız biznesi. Bu birinci məsələ. İkinci məsələni də mən çox vurğulamaq istəyirəm. Biz ona biraz çox fikir vermirik. Azadlıq. Elm azad olmalıdır. Elm azadlıq. Hər şeydə azad olmalıdır. Yəni, bugün elm işçisinə heç kəs deməməlidir ki, sən bunu yazmalısan, yoxsa bunu yazmalısan. Sən bunu yazırsan, buna görə mən sənə cəzalandırıram, sən bunu yazmırsan, mən sənə bu şey. Ona görə burada elmdə azadlıq olmasa, hər şeydə azadlıq. Yəni ki, bir şərti azadlıq deyil, deyir ki, buna yaza bilərsən, amma bundan yaza bilmə. Azadlıq şərti ola bilməz. Və bugün biz innovasiya istəyiriksə, yenə deyim ki, innovasiyalar və təzə ixtiralar kritiki və tənqid düşüncədən gəlir. Kritiki düşüncə olmasa, azadlıq düşüncə, azad ruhu olmasa, onda heç bir ixtiralar da olmayacaqlar və heç bir innovasiya da olmayacaq. Bunu mən öz fikrimi söyləyirəm. Çox